Salam, mənim adım İsmaildir. Gördüyünüz bu torpaq sahəsi aqrar islahat vaxtı bizim ailəyə verilib. Burada Beyləqan rayon 1-ci Şahsevən kəndinin ərazisidir. Bu torpaq bizə verilən vaxtda yerdə çoxsaylı çalalar var idi. Bu da əkməkdə, becərməkdə, suvarmaqda çox böyük problem yaşadır. Bu problemin həlli üçün 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə müraciət edib texnika istədim. Bununla bağlı Beyləqan aqrar servislə mənlə əlaqə saxlanıb bildirdilər ki, bəs bizdə lazermala yoxdur. Mən sonradan öyrəndim ki, İmişlidə, Sabirabad rayonlarında, qonşu rayonlarda lazermala var. Bununla bağlı təkrar məktub ünvanlayıb nazirlikdən kömək istəyəndə bir müddət sonra mənlə əlaqə saxlandı və sahəmə baxmaq üçün baxmaq istədiklərini bildirdilər. Gəlib sahəyə baxdılar, mənə bildirdilər ki, biz yuxarı rəhbərliyə məlumat verəcəyik ki, sizə texnika ilə köməklik olunsun. Bir gün sonra mənlə əlaqə saxlandı, dedilər Sabirabad aqrar servisinədir, sahəni hamarlanmaq üçün gələcək. Mən onu soruşdum, nə vaxt gələcəksiniz, neçəyə hamarlayacaqsınız, hektarı neçədir? Mənə bildirdilər ki, biz hektarda iş görmürük, litrdən iş görürük. Yəni 1 litr 3 manat 50 qəpikdən hesablanır. 100 litr yandırsa sahənin hamarlaması 350 manat, 200 yandırsa 700, yəni artır. Mən dedim ki, yəni sizə məlumat veriblər də, o mənlə sizlə əlaqə saxlayın, mənim yerimə baxandı. Bəli, dedi ki, sizin məlumatımız var sizin yer haqqında. Orada 400-500 litr yanacaq gedəcək. Bu da 1500-1700 manat yaxın pul eləyir. Mən də bildirdim ki, buna mənim maddi imkanım çatmır. Mən sonradan öyrəndim ki, bunlar mənə yalan deyiblər. Əslində, burada cəmi 150 litr ən pis yerə 150 litr yanacaq yandır. Buna görə də dövlət bundan standart bir qiymət qoyub 239 manat. Ondan baha heç kim bu işi görə bilməz. Bundan bağlı təkrar nazirliyə müraciət ünvanladım Çağrı mərkəzinə. Beyləqana yönləndirdi. Beyləqan dedi ki, bizdə lazermala yoxdur. 2022, 23, 24 bu ildə məktub ünvanlayıb cənab prezidentə də kömək istədim ki, texnika verilməsi, yəni verə bilmirsə heç olmasa maddi köməklə olsun. Bunlar da Beyləqan rayon icra hakimiyyətinə, Kənd Təsərrüfatı Nazirliyinə göndərdilər. Burada da heç bir köməklik yoxdur. Keçən ildən Beyləqana lazermala veriblər. Müraciət edirəm, deyir lazermalanı icarəyə götürən yoxdur. Buna mən günahkar deyirəm ki, xahiş edirəm aidiyyatı qurumlardan köməklik olunsun. Cənab prezident çıxışlarında deyir ki, vətəndaşların problemlərindən yerlərində maraqlanın. Baxın cənab prezident, 22-ci ildən bəri düz 4 ildir. Ardıcıl sizə məktub ünvanlayıram, köməklik istəyirəm. Sizin adınızdan yönləndirilən Beyləqan icra hakimiyyətinə, Kənd Təsərrüfatı Nazirliyinə heç bir köməklik olunmur. Nə texnika verən var, nə də gəlib maraqlanan var. Bax, sahədə bu vəziyyətdə qalır. Xahiş edirəm, aidiyyatı qurumlardan bir köməklik eləsin.